Arxeoloqlar Egey dənizində qədim Yunan şəhərinin sahillərində təxminən 2000 il yaşı olan 5 gəmi qalıqlarını aşkar ediblər. Today Press TV xəbər verir ki, bu barədə Life Science jurnalı məlumat yayıb. Tapıntılar arasında şərab və zeytun yağı kimi məhsulların daşınması üçün istifadə edilən çoxsaylı amforalar var. Bundan əlavə, alimlər eramızdan əvvəl 6-cı əsrə aid təxminən 400 kiloqram ağırlığında böyük daş lövbər aşkar ediblər. Saxsı qabların araşdırılması göstərib ki, yüklər Aralıq dənizinin müxtəlif yerlərindən gətirilib. Onların arasında Knidos, Rodos və Kos adaları, həmçinin Finikiya və Karfagen ticarət mərkəzləri də var. Tədqiqatçılar bildirirlər ki, bu ərazi qədim dövrdə Yunanistan, Kiçik Asiya və Şimali Afrikanı birləşdirən mühüm dəniz ticarət yolunun bir hissəsi olub. Arxeoloqlar Egey dənizinin bu hissəsini bir növ gəmi qəbirstanlığı adlandırırlar.